Salam. Gedirəm buzovnaya, bir xala var, onunla görüşməyə. Senaryo üzrə filmdə belə bir çəkiliş ediblər və buna etiraz olaraq buzovna sakinləri etiraz edir. Niyə tək buzovna sakinləri etməlidir? Nəyə görə? Niyə tək? Bu tək Bakı kəndlərinə yox, bütün Azərbaycana aiddir. Görün, bu özünə yazıcı deyən bir ədəb, bir saqqalı ilə danışan bir, nə bilim, kişilər hardasınız? Təbii ki, bu saqqalının nə anasının, nə xalasının, nə bibisinin heç bir günahı yoxdur. Ancaq bunu gəzməyə, yeriməyə, bu təfəkkürü gəzib yeriməyə qoymaq olmaz Azərbaycanda. Görün, bu nə danışır? Azərbaycanın hər kəndində, hər küçəsində, hər dalanında belə bir xala var. Şou göstərən blogerləri qoyduq bir yana. Kişilər, qoşulun. Qoşulun, bu haqda danışaq. Bu haqda dayanmayaq, durmayaq, danışaq. Allah, bu nə giydirmə mədəniyyətdir, nə qəribə gərəkdir, nə də şərq almaz.